Arterial hipertenziya diaqnozu necə qoyulur? Ümumiyyətlə, arterial hipertenziya ambulator şəraitdə, yəni həkim qəbulunda yuxarı təzyiqin 140-dan, aşağı təzyiqin isə 90-dan yuxarı olması kimi qəbul olunur. Lakin bunu biz əsas götürməməliyik. Bu zaman xəstələrə cədvəl təyin olunur. 3 gün bu cədvəldə xəstə gündə 2 dəfə səhər, 2 dəfə axşam olmaqla arterial təzyiqini ölçür və həmin cədvəllərə qeyd olunur və bu ölçümlər qida qəbulundan, kofein qəbulundan, emosional gərginlikdən yarım saat sonra ölçülməli və hər ölçüm arasındakı fasilə 1-2 dəqiqəni aşmamalıdır. Yaxşı olar ki, bir həftəyə qədər bu ölçümlər təkrar olunsun. Sonra bu ortalama rəqəmlərlə biz bu təzyiqin diaqnozunu qoyuruq və arterial hipertenziyanı ev şəraitində necə dəqiq ölçmək lazımdır. Ümumiyyətlə, ölçüm zamanı xəstə kürəyi oturacağa tam söykənməli, əlləri ürək səviyyəsində olmalı, manşet dirsəkdən 2 sm yuxarıda olmalı və tam doldurulmuş vəziyyətdə olmalıdır və beləliklə biz təzyiqimizdən daha doğru xəbər tuta bilərik.